Acımışdın sən? Hə, güzəlim. Salamlar, Üç Uşaqlı Ananın bir günü vloguna xoş gəlmisiniz. Bugün də çox maraqlı, dərin bir mövzuya toxunacağam. Amma ilk olaraq istəyirəm ki, temu bağlamamızı açaq, sonra mövzumuz haqqında danışarıq. Yuxarıda promokod qeyd eləyəcəyəm. O promokod sayəsində temuda aldığınız hər bir məhsula 30% endirim əldə eləyəcəksiniz. Həmçinin aldığım məhsulların linkini Instagramın linklər bölməsindən tapa bilərsiniz. Bir ədəd sevdiyim tərzdə bir paltar aldım. Bilirsiniz ki, ana olduqdan sonra qardırobumu daha çox ana tərzi paltarlarla dəyişirəm. Sizcə bu paltar mənə necə oldu? Fikirləriniz mənim üçün önəmlidir. Mən 4 künc yaxa, V yaxa paltarları çox sevirəm. Sonra bir ədəd ağ rəngdə köynək aldım. Bunu da ütələyib əynimdə sizə göstərəcəyəm. Cins şalvarlarla, uzun yubqalarla çox qəşəng görsənir. Bir ədəd qara rəngdə balaca bir çanta aldım. Uşaqlar doğulandan sonra neçə müddətdir ki, belə kiçik çantalar taxmırdım. Duyğunu bağçadan götürəndə bu tip çantalar mənim üçün rahat olur. Üstündə 2 ədəd kəmər var. Biri belə dəri kəmər, digəri isə qalın kəmər. Bu temudan aldığım ikinci çantadır və çox keyfiyyətli çıxıb. Bir ədəd kakos südlü saç və bədən misti aldım. Ətrini çox bəyəndim, çox fresh qoxusu var. Aldıqlarım bu qədər, indi isə keçək gözəl bir mövzu haqqında danışmağa. Biz bəzən elə bilirik ki, uşaqlığımız geridə qaldı. O sözlər, o baxışlar, o yaralar hamısı unudulub. Amma ana olanda anlayırsan ki, heç nə unudulmayıb. Sadəcə dərin bir yerdə yatıbmış. Övladının bir baxışıyla, bir ağlamasıyla, bir inadıyla yenidən oyanır. Uşaq olarkən aldığımız yaralar bizim analığımızda görünür. Mən bunu ilk dəfə qızım doğulandan sonra anladım. O ağlayanda mənim içimdə uşaq vaxtı ağlayıb sakitləşdirilməmiş balaca bir qız da ağlayırdı. Yanıb da, yanıb mama. Oldu. Yanıb. Qaynat çay tökülüb yanıb. O ağlama təkcə qızımın deyildi, həmçinin mənimdir. Sanki o anlarda öz uşaqlığımla da üz-üzə qalırdım. Ay Duyğu. Bağçadan gələndə hara gedəcəksən? Where do you want me to take you? Eve gələcək düzdür, ondan sonra. Sonra? Evdən sonra hara gedəcəksən? Yo, Atacan Oyunlar hara çok- qalacaq bu gün? Hara gedəcəksən? Where daddy's gonna take you? Hə? Where is daddy gonna take you? Mən yavaş deyirəm, onu da yavaş deyirəm. Bana bilmir ya, yanından çıxır dedin. Heç olubmu uşağınız oyuncağını sındıranda o an çox əsəbləşəsiz? Sonradan düşünmüsünüzmü, niyə bu qədər qəzəbləndim? Nə var axı bunda? Uşaq oyuncağını sındırıb. Bu ki dünyanın sonu deyil. Amma içinizdə bir yerlərdə bir səs sizə deyir. Sən uşaq olanda bir şeyi xarab edəndə səni danlamışdılar. Sən qorxmuşdun, utanmışdın. O zaman anlayırsınız ki, siz övladınıza deyil, o vaxt ki özünüzə əsəbləşmisiniz. Bəzən analar kimi davranışımız bizim uşaqlıqda bizə necə davranıldığı ilə bağlı olur. Məsələn, kiminsə anası çox sərt olub, heç vaxt afərin deməyib. O qadın indi ana olanda öz uşağına hər şeyin ən mükəmməlini verməyə çalışır. Amma o qadının içində dərin bir, mən heç vaxt yetərincə yaxşı olmamışam qorxusu var. O qorxu bəzən övladına da keçir. Çünki o ana övladının da hər şeyi mükəmməl etməsini istəyir. Bir də başqa situasiyalar var. Kiminsə uşaqlığı çox sakit keçib, nə sevgi, nə diqqət görüb. O qadın indi ana olanda hər an uşağının yanında olmaq istəyir. Uşağının bezini dəyişəndə, paltarını geyindirəndə elə bil o kiçik bədənə öz yetim qalmış hisslərini bərk-bərk sarıyır. Bəzən isə boğur, çünki qorxur. O itirmək hissi hələ də içində yaşayır. Bir çox qadın uşaqlıqda bir dəfə belə olsun səni sevirəm sözünü anasından eşitməyib. İndi hər gün uşağına səni sevirəm deyir. Amma o sözləri deyərkən sanki içindəki balaca qız da dinləyir. O da biraz sağalır.
Çünki ana olmaq bəzən təkcə övlad böyütmək deyil, öz yaralı tərəflərini də sağaltmaqdır. Sizə özümdən bir nümunə çəkim. Mən də uşaqlıqdan səni sevirəm sözünü anamdan eşitməmişəm. Heç vaxt demədiyinə görə düşünürdüm ki, məni sevmir. Sonra böyüyüb hər şeyi dərk edəndən sonra anladım ki, anamın sevgi dili tamamilə fərqlidir. Gecə yuxudan durub qutab istəsəydim, o an mənim üçün o qutabı bişirərdi. Düşünürəm ki, bunu bir çox insan etməz. Deyər uşağa ki, yat, sabahlar səhər durub bişirərəm. Böyüdükdən sonra anlayırsan ki, insanın hərəkətləri, davranışı daha vacibdir, nəinki sözləri. Qeyd etdiyim kimi, analıq təkcə övlad böyütmək deyil, öz yaralı tərəflərini sağaltmaqdır. Amma hər kəs eyni cür sağalmır. Kimsə daim uşaqlıqda tənqid edildiyi üçün indi övladına qarşı çox yumşaq olur. Hər şeyə boş ver deyir. Çünki istəmir övladı onun kimi qorxsun. Kimisi də əksinə, uşaqlıqda nəzarətsiz böyüyüb, indi isə övladının hər addımını izləyir, hər şeyə qarışır. Düşünür ki, bu dəfə səhv etməyəcəyəm. Amma bəzən bu qədər nəzarət uşağın nəfəsini kəsir. Məsələn, bir qadın deyir ki, mən uşaqlıqda çox səssiz bir uşaq idim. Mənim fikrimi heç kim soruşmurdu. Mənim üçün geyim almağa gedirdik, anam özü seçirdi. Restorana gedirdik, mənim yeməyimə o qərar verirdi. Uşaqlıqda heç vaxt seçimlərimi özüm etməmişəm, fikrimi soruşmayıblar. İndi qızım danışanda onu kəsmirəm. Qoy danışsın, qoy səsi eşidilsin. Mənim səsim eşidilmədi, onunki eşidilsin. Bax, bu cür anlar insanın içində həm ağrını, həm sağalmanı bir yerdə yaşadır. Hərcan. Gel meyve bir, gel buraya. Gel. Gel. Bu içinde heç nə yoxdur, bax, yoxdur baba. Görürsən, bu içində heç nə yoxdur. Meyve bir. Başka bir masa var mı acaba? Bir qadın isə deyir, uşaq vaxtı əmim mənə qarşı cinsi zorakılıq törədib. Bu hadisədən sonra çox çətinlik çəkmişəm. Hər şeydən, hər kəsdən, adi bir toxunuşdan belə qorxmuşam. Böyüdüm, evləndim, uşağım oldu, uşağımı heç vaxt nəzarətsiz qoymuram. Uşaq vaxtı yaşadığımız şeylər böyüdükdə başqa bir şeyə çevrilir. Bəzən uşaqlıqda yaşadığımız səssizlik analığımızda qışqırığa çevrilir. Bəzən uşaqlıqda yaşadığımız qorxu indi kontrol ehtiyacına çevrilir. Bəzən də uşaqlıqda görmədiyimiz sevgi indi sonsuz bir şəfqətə çevrilir. Nice yıl dönümlerine. İyi akşamlar. Bir dəfə bir ana dedi ki, uşağım ağlayanda əsəbləşirəm. Amma sonra anladım ki, uşaqlıqda mənim ağlamağa icazəm olmayıb. Mən ağlayanda sus, səs salma deyirdilər. İndi o səslər beynimdə o qədər dərin oturub ki, övladım ağlayanda o köhnə səs yenidən gəlir. Və mən bilmədən qızıma da deyirəm, sus artıq. Bu da bir nümunə. Amma o qadın bunu dərk etdi və dəyişdi. Çünki anlayanda ki, sənin qəzəbin övladına deyil keçmiş nədir, o anda sağalma başlayır. Analıqda ən çətin hissələrdən bəlkə də biri budur. Bir tərəfdə övladın var, ondan gözəl, təmiz, saf bir sevgi görürsən. O biri tərəfdə isə sənin uşaq vaxtı qorxudan, dəyərsizlikdən, sevgi aclığından yaranmış yaralı tərəflərin var. Ayda! Yerim ay seni. Kalkotkalarına bu. 3 metrelik kalkotkasına. Yavaş, başın gitti. Ne inirsən? Narların hamısını töküm sən yerə. Hadi. Hər dəfə qışqırmaq istəyəndə, hər dəfə yetər artıq dediyində içində iki uşaq toqquşur. Biri sənin övladın, biri sənin içindəki uşaq. Və sən onları bir-birindən ayırmağı öyrənməlisən. Öz içindəki uşağa səni görürəm deməyi, artıq təhlükə yoxdur deməyi bacarmalısan. Çünki sənin içindəki o uşaq sakitləşməsə, sən də tam ana ola bilməzsən. Bəzən uşağınız sizə baxanda o baxışın içində həm o var, həm də sizin uşaqlığınız. O baxışla sanki soruşur ki,
Ana, sən uşaqlıqda ağlayanda səni kim qucaqlayırdı? O zaman insan cavab vermək istəmir, sadəcə onu qucaqlayır. Çünki indi həm uşağının, həm də uşaqlıqdakı özünün anasıdır. Bir qadın ancaq öz içindəki uşağı qəbul etdikcə, onu bağışladıqca, onunla danışdıqca öz övladına qarşı daha mərhəmətli olur. Bəzən deyirik ki, niyə əsəbləşirəm, niyə səbirsizəm? Amma bəlkə də içimizdəki uşaq hələ də qorxur, hələ də bəs mən deyir. Şeyler kurban olun bana de. O meyve yemeğine bak. Geldi. Gördüm ama. Gördüm ama seni. Uşaqlıq yaralarımız gizlənmir. Onlar özünü göstərir. Səssizcə, gündəlik hallarda, danışıqlarda, davranışlarda. Amma onları görmək üçün cəsarət lazımdır. Çünki bəzən bu yaraları görmək o köhnə evə qayıtmaq kimidir. Burnuna o evin qoxusu gəlir. O səslər yenidən eşidilir. Amma bu dəfə fərqlidir. Çünki indi sən böyümüsən. İndi o evin içində qorxan uşaq deyil, onu qucaqlaya biləcək bir qadın var. Hər birimiz ana olmaqla biraz daha özümüzlə qarşılaşırıq. Övladımızın gözlərində öz uşaqlığımızı görürük. Və bəlkə də Tanrı bizi ana eləməklə demək istəyir. Bax, indi öz balacalığını sağalt. Analıq yaralarımızı gizlətmir, göstərir. Amma bəlkə də belə olmağı yaxşıdır. Çünki yara görünəndə sağalır. Yapmışsınız hanım ağam. Çok güzel. Evet. Odalar mı ayrı? Yara görünəndə biz o barədə danışırıq, paylaşırıq, ağlayırıq və bəlkə də o an illərlə içimizdə susmuş o balaca qız nəhayət deyir. Nə yaxşı ki, məni gördün. Bəzən elə olur ki, analıq bizə bir güzgü kimi verilir. Biz uşaqlıqda nə yaşamışıqsa, indi o güzgüdə eyni səhnələri fərqli rollarla görürük. Uşaq vaxtı sən anandan məni biraz qucaqlayar deyə gözləyirdin, indi övladın səndən qucaq istəyir. Amma sən o qədər yorulmusan ki, bəzən əlini uzatmağa belə halın olmur. Sonra vicdanın səni yeyir. Amma məsələ vicdan deyil, məsələ tükənmişlikdir. O tükənmişlik uşaq vaxtından yığılıb, indi üzə çıxır. Abimin seni bırakacağını biliyordum. Ali öğrensin istedim. Bir çox ana deyir ki, uşağım əsəblərimi pozur. Amma əslində uşaqlar heç kimin əsəbini pozmur. Onlar sadəcə bizim içimizdəki təzyiqi çıxarır. O təzyiq illərlə sus, ayıb olar, ağlama, səbr elə, yaxşı qız ol cümlələrindən yığılıb və ana olduqdan sonra o illərlə bastırılmış duyğuların hamısı bir-bir səhnəyə çıxır. Sən bəzən öz anana çevrilirsən. Onun səsi, sözü, cümlələri, hətta mimikasını təkrar edirsən. Və sonra bir gün dayanıb düşünürsən. Mən niyə onun kimi danışıram? Bax, o an içindəki uşaq səninlə danışmaq istəyir və deyir. Onda sən məni qoruya bilmədin, indi qoruyarsan. Bir qadın deyir, anam uşaqlıqda mənə hər şeyi qadağan edirdi. Heç yerə gedə bilmirdim, rəfiqələrimlə görüşə bilmirdim. İndi isə mən öz qızımı hər yerə aparıram. İstəmirəm ki, o da mənim kimi hər şeyə həsrətlə baxsın. Qızını hər gün bir yerə apardığı üçün qızı bir gün ona deyir. Ana, mən evdə qalmaq istəyirəm. Bəzən uşaqlıqda bizə çatmayan şeyləri övladımıza həddindən artıq veririk. Amma bu da bir növ balanssızlıqdır. Balansı mütləq qorumaq lazımdır. Uşaqlıq yaralarımız iki şəkildə görünür. Biri mən o səhvi təkrar etməyəcəyəm deyib hər şeyi əksinə eləməkdə. Biri isə mən nə edəcəyimi bilmirəm deyib donub qalmaqda. Məsələn, uşaqlıqda çox məsuliyyət daşıyan biri, evin içində böyük kimi davranan bir qız, indi ana olanda da hər şeyi öz üzərinə götürür. Heç kimdən kömək istəmir. Düşünür ki, özüm eləməsəm alınmayacaq. Amma bu da uşaqlıq yarasının davamıdır. Uşaq vaxtı kiməsə arxalana bilmədiyi üçün indi də bacarmır. Halbuki analıq bir komanda işidir. Amma içindəki uşaq hələ də deyir ki, tək qalacağam. Biri də var uşaqlıqda daim müqayisə edilənlər. Filankəsin qızı oxuyur, sən niyə oxumursan? Filankəsin oğlu sakitdir, sən niyə bu qədər danışırsan?
cür uşaqlıq keçirənlər indi ana olanda övladını qorumaq üçün onu heç kimlə müqayisə etməməyə çalışır. Amma bəzən elə həmin yara başqa formada çıxır. Uşaq bir uğur qazanınca içindəki o kiçik məni də tərifləyin hissi yenidən oyanır. Bəzən biz övladımıza qışqıranda, bəzən səbrimiz tükənəndə, bəzən niyə mən deyəndə əslində bu suallar övladımıza deyil, keçmişə ünvanlanır. Uşaqlıqda kimə niyə mən deməyə icazə verilməmişdisə, indi analığında həmin səsi içində eşidir. Çox sakit və mehriban bir qadın bir gün deyir ki, uşağım ağlayanda məni niyə bu qədər sarsıdır anlamıram. Sonra söhbət əsnasında yadına düşür ki, uşaqlıqda bir dəfə ağlayanda atasından möhkəm cəza alıb. Yəni o qadının beynində ağlamaq təhlükəlidir kodu qalıb. İndi uşağa ağlayanda beynində həyəcan siqnalı yanır. Uşaqlıq yarası da belə işləyir. O vaxt qorxduğun anlar illər sonra da bədənində reaksiyalarında özünü göstərir. Can. Aşağıya kupar. Ama benim balı. Ama sen şirini. Giderim. Gel. Allah. Maman canı da bu. Maman yüreği de bu. Seni yerim. Yerim bu yanaklarını. Yerim bu butlarını. Bu butlarını yerim. Bunun butlarını yiyeyim ben. Analıq insanı dəyişdirir deyirlər. Məncə analıq insanı dəyişdirmir. Sadəcə içindəki hər şeyi üzə çıxarır. Əgər içində sevgi varsa o böyüyür, əgər içində qorxu varsa o da böyüyür və sən hər gün seçim edirsən. Sevgini böyütmək istəyirsən, yoxsa qorxunu? Analıqda ən gözəl tərəf budur ki, övlad sənin ən böyük müəllimin olur. Uşaq səni sınamaq üçün gəlmir, səni sənə göstərmək üçün gəlir. O sənin səbrini, qorxunu, həssaslığını, tükənmişliyini, hətta uşaqlıqda gizlətdiyin arzularını belə səhnəyə çıxarır. Bəzən analar deyir ki, uşağım məni dəli eləyir. Əslində o səni sağaltmaq üçün gəlir. Sənin unudulmuş hisslərini xatırlatmaq, səni öz kökünə qaytarmaq üçün. O səni öz içindəki uşaqla barışdırmaq üçün gəlir. Duygu. Salam. Nemicisin? Soska çek oldu. Kimin soskası düştü, çirki oldu? O bir düştü. O da bebe soska. O da düştü yine. Nereye düşmüştü? Bir qadın deyir ki, qızım doğulandan sonra anamı daha çox anladım. Əvvəl onu çox tənqid edirdim. İndi başa düşürəm ki, o da öz uşaqlıq yaralarını daşıyırmış. Mən ona niyə belə edin demirəm artıq. Sadəcə bağışlayıram. Bax, bu bağışlama sözü bəzən analığın ən böyük mərhələsidir. Çünki sən ananı bağışlayanda özünü də azad edirsən. Bəzən ən güclü qadınlar elə yaralı analardır. Çünki onlar uşaq vaxtı güclü olmağa məcbur qalıblar və indi övladlarının qarşısında da güclü görünmək istəyirlər. Amma bəzən bu da bir maskadır. Bəlkə də uşaqlarımız bizim zəifliyimizi də görməlidirlər. Qoy bilsinlər ki, ağlamaq ayıb deyil. Yorulmaq, kömək istəmək, susmaq, susqun qalmaq, bunlar hamısı insana aid şeylərdir. İçeride. Ne istəyirsən? Su istəyirsən? Yaxşı. Analıq təkcə yemək bişirmək, uşaq baxmaq deyil. Analıq bəzən sənin özünü yenidən böyütməyindir. Sən həm ana olursan, həm də öz uşaqlığını tək-tək sağaldırsan. Ne istəyirsən? Ben aynı kafadayım. Harda dayın? Ne sallıyorsun çalsana? Bəzən gecələr uşağını yatızdırdıqdan sonra içindən ağlamaq gəlirsə, qorxma. O göz yaşları bəzən indiki ana üçün deyil, uşaqlıqda ağlaya bilməmiş o balaca qız üçündür. Və o ağlamaq sağalmaqdır. Koymayacaksan işimi görüm. Ay Allah, ay Allah. Ay. Saç başımı görünə koydu. Kırıldı yine. Ayaz, kolpağım kırıldı. Yine
Görmedim bala. Bu kimdir? Hər ana bir hekayədir və hər hekayənin içində bir uşaq yatır. O uşaq bəzən sakitdir, bəzən qışqırır, bəzən gülür. Amma o uşağı tanımaq analığın ən dərin mərhələsidir. Bəlkə də biz analar olaraq nə qədər içimizdəki uşağa sevgi verə bilsək, bir o qədər də övladımıza daha şəfqətli, daha anlayışlı, daha dərin sevgi verə bilərik. Peki nədir? Nasıl? Kim alıb sənə? Ata. Ata aldı. Birisine bak hele, bu bizim karnına bak. A balaca karınlı kişi. Yerim sen o balaca çöbüşümü. Çünki analıq uşağı tərbiyə eləmək deyil, analıq sevgini nəsildən nəslə sağaldaraq ötürməkdir. Biz sağaldıqca onlar da daha az yaralanacaq. Biz görüldükcə onlar daha çox görünəcək. Biz danışdıqca onlar daha az susacaq. Və bir gün övladımız da böyüyüb deyəcək: "Anam mənə təkcə həyat vermədi. O öz yaralarını sağaltdı ki, mənim çiyinlərimə yük olmasın." Anneanne ne olur? What happened to mommy's arm? Ne olmuştu mama Anneanne anneanne? koluna ne olur? Ne olmuştu? Senin yanın burada. Yanık, harda yanık? Buradan kaynatayım. Kaynar çay tökülür. Sen öptün keçsin. Did you kiss mommycan? Can, anası keçip gidecek. Gel. Yaxşı olacaq. Şöyle kurban olsun mama canıdır. Kapak koyacaq balam. Öz yerini ne kurban? Bilir bak. Ağıllı kızım. Aferin. Good for you. Kapağı da giyin. Ay sağ ol. Good for you. Sen ne güzel şeyindi. Özü taktı papağı. Do you reward her head by herself? Good for you. Sağ ol kızım. Bu ne bir şey koy bana. Bunları tanımlı. Bye bye. До свидания. До свидания. Anası bunlar yapın. Sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Kanalıma abunə olub, gözəl rəy yazmağı unutmayın. Özünüzdən müğayət olun. Növbəti vloqlarda görüşənədək. Hamınızı sevirəm. Ehtiyatla. Sağ ol.